İmam Hüseynin şuarlarına baxın, bir dənə ərəbə aid şuar yoxdur orada. İmam Hüseynin sözləri insanlığa aiddir, bəşəriyyətə. İslahat hərəkatıdır, qlobal, ümum dünya. 21-ci əsrdə hələ bəşəriyyət deyir, mənim haqqım, deyirlər bu mütərəqqi fikirdir, adam haqqını qoruyur, haqqını tələb edir. İmam Hüseyin əleyhissalam onu da ötüb 21-ci əsrdə hələ bəşəriyyət ona gəlməyib. İmam Hüseyin deyib ki, öz haqqın üçün yox, haqqın özü üçün gərək çalışasan, səy eləyəsən. Öz haqqından da haqqa görə keçəsən, bu artıq daha mütərəqqidir. Daha mütərəqqi düşüncədir. Ona görə də hamını birləşdirir. Ərbəyinə geləcən xaç vurub, xristiyan keşişi gəlir İmam Hüseyini ziyarət eləməyə. Avropadan axışır gəlir. İmam Hüseyini çünki cəlb eləyir. Burada ərəbə aid bir şey yoxdur. Ərəbə aid o qədər müharibələr olub ki, yaddan çıxıb gedib. Yenə də təkrar edirəm. Heç kəsi zorla qəlblərə sirayət etdirə bilməzsən. Mümkün deyil. Qəlbi titrədə bilirsə,